Salam hörmətli Neftçi TV izləyiciləri, Neftçi Futbol Mərkəzindən canlı reportajımıza başlayırıq. Bugün AFFA U14 liqasında 8-də 1 final mərhələsinin cavab oyununda Neftçi Turantovuzu qəbul edir. İlk oyunda Neftçi 2-0 hesabı ilə səfərdə qələbə qazanıb. Heyətlərlə tanış olaq. Neftçidə qapını 1 nömrə Zəka Həmidli qoruyur. 3. Komanda kapitanı Emil Quliyev. 14. Sübhan Həziyev. 8. Davud Hüseynov. Turantovuzun heyəti qapıda. 12 nömrə Arqan Sarıyev, 6. Ömər Allahverdiyev, 21. İsmail Baxçəliyev, 8. Toğrul Çələbi. Fit səslənir və maç başladı. Neftçiyə uğurlar. Geriyə Əkbər. Əkbərin ötürməsi cərimə meydançasına. Qafar Babayev və gol! Hesab açılır. 29-cu dəqiqədə Qafar Babayev. Turantovuzla cavab oyununda hesab açdı. Əla ötürməkdir Əkbər Nağıyevdən. Əkbərin ötürməsi əla idi. Qafarsa topu qəbul edib uzaq küncə göndərdi. Həmidli top irəli vurur və qarşılaşmada birinci hissə başa çatır. İkinci hissəyə əvəz etməklə başlayır Neftçi. Fit səsləndi və ikinci hissə başlayır. Zəka Həmidli. Zəka burada riskli idi. İndi Sübhan və belə bir gol. Biz isə golun təkrarını izləyək. Burada Zəka əvvəlcə topu yaxşı qəbul etmədi. Ardınca uzaqlaşdırmağa çalışdı. Sübhana dəydi top. Qapıya istiqamətləndi. Ondan irəli ötürmə və oyunun final fiti səslənir. Neftçi U14 liqasında 4-də 1 finala yüksəlir.